Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Yoldan pensiyalar və sosial ödənişlər artırılacaq. Rəsmi mövqe və gözləntilər son günlər sosial şəbəkələrdə və müxtəlif xəbər platformalarında iyul ayından etibarən pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırılacağı ilə bağlı çoxsaylı məlumatlar yayılmaqdadır. Bu xəbərlər xüsusilə pensiya alan və sosial ödənişlərdən faydalanan vətəndaşlar arasında böyük maraq doğurur. Lakin qeyd etmək lazımdır ki, hazırda yayılan məlumatların əksəriyyəti rəsmi qərar deyil və aidiyyəti dövlət qurumları tərəfindən təsdiqlənməyib. Müzakirə olunan iddialara əsasən minimum əmək pensiyasının hazırki 320 manatdan 350 manata qaldırılması ehtimalından danışılır. Bununla yanaşı yaşa görə sosial müavinətin 220 manatdan 250 manata yüksəldiləcəyi barədə də müxtəlif fikirlər səsləndirilir. Sosial şəbəkələrdə ən çox diqqət çəkən məsələlərdən biri də veteranlara verilən aylıq təqaüdlərlə bağlıdır. İddialara görə hazırda 80 manat olan veteran təqaüdünün 130 və ya 150 manata dək artırılması mümkündür. Ancaq bu barədə də hər hansı rəsmi qərar və ya təsdiqlənmiş məlumat mövcud deyil. Müzakirə edilən digər mövzulardan biri isə əmək pensiyası almaq üçün tələb olunan minimum pensiya kapitalı ilə bağlıdır. İddialara əsasən gələcəkdə minimum pensiya kapitalının artırılması gündəmə gələ bilər. Əgər bir dəyişiklik baş verərsə, tələb olunan pensiya kapitalını toplaya bilməyən şəxslər əmək pensiyası deyil, yaşa görə sosial müavinət almaq hüququ əldə edə bilərlər. Lakin bununla bağlı da rəsmi açıqlama verilməyib. Əlilliyə görə sosial ödənişlər məsələsi də vətəndaşları maraqlandıran əsas mövzulardan biridir. Son günlər bu sahədə də artımların olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ancaq hazırda əlilliyə görə sosial müavinətlərin və təqaüdlərin artırılması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Xatırladaq ki, sonuncu sosial artımlar ötən il həyata keçirilmişdi. Həmin dəyişikliklər nəticəsində 3-cü dərəcə əlilliyi olan şəxslər üçün sosial müavinət 150 manatdan 180 manata yüksəldilmişdi. İkinci dərəcə əlilliyi olan şəxslər üçün isə ödəniş məbləği 220 manatdan 250 manata çatdırılmışdı. Birinci dərəcə əlilliyi olan vətəndaşlar üçün də sosial ödənişlərdə artımlar tətbiq edilmişdi. Mütəxəssislər bildirirlər ki, sosial sahədə hər hansı artım və ya dəyişiklik yalnız dövlət tərəfindən qəbul olunan rəsmi qərarlar əsasında həyata keçirilə bilər. Buna görə də vətəndaşlara tövsiyə olunur ki, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına etibar etsinlər. Hazırda milyonlarla vətəndaş pensiyalar, sosial müavinətlər və təqaüdlərlə bağlı veriləcək rəsmi qərarları gözləyir. Əgər yaxın günlərdə bu istiqamətdə hər hansı yenilik olarsa, aidiyyəti dövlət qurumları tərəfindən ictimaiyyətə rəsmi məlumat veriləcək.